Xocayə, gəl. Bugün buna yemək verməmişəm. Qəşəngdən şey qoyubdu. Göstərim. Belə bir stol qoyubdu. Astanovkada. Heç nə daha neyi avtobus gözləyənə qədər burada belə səpələnmişəm. Sumkamı bura, paketimi bura, yemək götürmüşəm bu arada. Səpələnmişəm, avtobus gözləyirəm. Yoldan yemiş aldım. Sevirsiniz siz yemişi. Ben çok sevirəm də yemişi. Herkese salam kızlar. Necəsiz? İnşallah ki yaxşısınız. Çok şükür, həmd olsun. Mən də yaxşıyam. Neyinirsiniz kızlar bu istilərlə? Necə gedir, necə dözürsünüz? Hələ də kondisioneri olmayan evlər. Vay vay. İnanın ki, işte səhər gələndən qururam, düz axşama qədər yenə də bir əlimdə də dəftər, özümü yelliyə qalıram. Hicablı ikən mən bu qədər istilənmirdim. Amma indi dəhşət istilənirəm də. Vaxt mənə demişlər ki, hicab istidən qoruyur. İndi görürəm ki, düzüymüş o hicab. Əslində istidən qoruyurmuş. Maşallah olsun bütün hicablı bacılarımıza. Allah dözüm versin. Bizə də onların içində. Mən də gəldim. Binanın qabağında usta işləyir deyə onların səsindən həqiqətən də nə çəkiliş eləyə bilirəm, nə səs yazısı yaza bilirəm. Gəldim, işdəyəm. Magazində işlər var idi. Onları tamamladım ki, Qaqaş gələnə qədər onları bitirim. Bugün canım, gözüm, şirin sözüm rəfiqəmlə görüşüm var. Hansı ki, həmişə onu sizə çəkib paylaşıram. Ondan görüşəndə bizim həftədə bir dəfə daska günlərimizdir ki, həftədə bir dəfə görüşürük. Artıq 2 dəfəyə salmışıq. Təkbətək və bir də qrup görüşməsi olaraq görüşürük biz o xanımla. Bugün də yeni görüşümüz var idi. Səbirsizliklə işlərimi bitirdim ki, Türk demiş, koşa ona gedim. Çox xanımlar soruşur ki, magazinə niyə bir dənə təmizlikçi götürmürsünüz? İstəmirəm qızlar. Keçən dəfə də dedim, təmizlikçiyə ayrılan büdcənin pulunu mən öz cibimə qoyub, öz işimi də özüm görürəm. Mən təmizlik eləməyi zaten sevirəm. Bir də özüm eləyəndə daha çox ürəyimə yatır deyə elə özüm də eləyirəm. Bu təmizlikdə belə hər gün bir dənə silirəm, süpürürəm, bir də silirəm. Bu təmizliyi 2 gündən, 3 gündən bir eləyirəm. Yəni polkaları falan silməyi, mal gələndə yerləşdirmək, o hər gün olmur. Ay Allah, bu binanın qabağının işi bitsəydi, baş beynimiz getdi də, tozu tozdan, səsi səsdən, həqiqətində otura bilmirik də.
Ay kızlar, Allah bütün acıları doydursun inşallah. Çok doydum. Çok şükür. Doydum sana. Kapıcı nerede kurum? Keşke serinlik versin. Serin serin oturak. Yemişimizi ye. Ay kimse gelecek. Qızlar, bilirsiniz ki, bu hamıya məlumdur ki, çox demişəm vloglarımda ki, mən hər ay özümə bir dənə kitab hədiyyə edirəm. Çox sevirəm kitab oxumağı. Kitab oxumaq mənim həyat tərzim kimi bir şeydir də. Yəni mən kitabı bitirdim, başqa bir kitaba başlamayanda özümü belə boşluqda hiss edirəm də. Yəni bir şey məşğuliyyətsiz hiss edirəm. Ona görə kitab oxumağı çox sevirəm və hər ayda özümə bir yaxşılıq eləyib özümə bir dənə kitab alıram. Öz bütçəmdən ayırıram bir kitab üçün, özümə fərqli kitablar alıram. Sonra o kitabları nə edirsən desən, ya evdə saxlayıram. Çünki heç kimə vermirəm. Kitablarım mənim üçün əzizdir. Hətta birisinə verəndə belə deyirəm ki, həqiqətən kitabımda bir dənə əzizlik, bir dənə cırıqlıq, bir dənə nə bilim, nəsə bir problem görsəm, bir də məndən kitab istəmə. Kitablarıma mən çox hörmət edirəm, hörmətlə də yanaşmaqlarını istəyirəm. Bu belə. Və xarici yazarların kitablarını oxumuram, xoşlamıram, sevmirəm. Bunu dəfələrlə demişəm. İstisnam olacaq. Oyunbaz kitabından bir də Tikanlıqda şərqi söyləyirlər. Əslində kitab mövzuları qəşəng olur, amma mən nə bilim o xarici yazarları, Azərbaycan yazarlarında özümü tapıram da, mən hər şeyin altın xətt deyirəm, özümə aid şeylər tapıram. Amma xarici yazarlarda tapmıram. Yəni görüşləriniz bənlərdə axır. O mənim yaşantıma nəsə bir şey qatmır da, mən belə düşünürəm. Ona görə xarici yazarların kitabı nə qədər də bax, kitab satan nə qədər də tərifləsə deyirəm ki, yox, mənə Azərbaycan yazarlarını ver. Heç Türk yazarlarını da oxumuram. Niyə desəz, heç nə bilim oxumuram. Bu arada tərcüməsi çox qəşəng tərcümə edib oxuyanda tərcüməsi olsa belə oxuyanda hiss eləyəcəksən ki, tərcüməçi elə bir kitab özü yazıb. Yəni bilmirəm, yəni tərcüməsi nə olur olsun mən sevmirəm. Nəysə, bu kitabı mənə bu ay oğlum aldı. Bu ay öz maaşından kitabı aldı. Kitabı sən almamışam. Kitabı özüm almaq istədim. Dedim ki, amma mən özüm almışkən də, mamama da deyim ki, yəni belə deyim də, bizim kitablarımızın içinə qoyulacaq da, yəni yenə də bizim sayılır da. Heç centilmenlik. Səndən bir deyil, eyni dəftər yox. Heç centilmenlik yoxdur da. Nəysə, bu ayda bunu oxuyacağam deyə, bu alınıb deyə, ta əlavə gedib kitab almayacağam, elə bunu oxuyacağam. Bir dəqiqə. Hə. Oğlum bunu şiddətlə təriflədi. Gecə inanmayasınız, amma böyrümüzə qoyub yatmışdıq kitabı. Gecə bu kitabı yanına qoyub yat. Mənə də deyir ki, yavaş döndür bu tərəfə, kitabımı əzərsən. Mükəmməl bir əsər. Çox sev. Neçə müddətdir bu kitab haqqında mənə danışır, içindəkilərdən mənə danışır. Axır ki, dünənlərin WhatsApp-da çəkdi, atdı ki, arzuma çatdım. Bu qədər sevdiyini bilsəydim, mən də alardım ona hədiyyə olaraq. Nəysə, bu ayki kitabımız budur. Oxuyacağam, başlayacağam. Kitabı bəyənməsəm belə, oğluma görə bunu sonuna qədər oxuyacağam. İlk 20 səhifəsini oxusan və ilk 20 səhifəsini anlasan, kitabın tamamını anlayacaqsın. Amma ilk 20 səhifəsi sənə maraqsız gəlsən, demək ki, bəzi şeylər başa düşməyibsən, anlamayıbsan. Ona görə geri qalanı oxumağa ehtiyac yoxdur. Amma bax, mən Frank Herberti nəyi sevirəm? Yazar Frank Herberti bu arada. Yazar yaza bilmir, yəni çox güclü bir qələmi var, al mənisi var. Normal, klassik bir yazardır. Hətta biraz daha pis yazır. Amma xəyal gücü çox qəşəngdir və demək istədiyi şeyləri deməyərək çox qəşəng deyir. Demək istədiyi şeyləri deməyərək çox qəşəng deyir. Məsəl üçün də anladıq. Hamımız anladıq. Məsəl üçün ən qısa danışdığım kitabın haqqında danışır. Kitab 3 ana mövzusu var da. Liderlərin kör-köranə insanlar tərəfindən mənimsənməsinə və insanların kör-köranə bir şəkildə liderlərə tabe olmasına, insan təbiətinin əslində nə qədər heyvani olduğuna, amma insanın bunu həzm edə bilmədiyinə, özünü sanki çox mükəmməl varlıq kimi baxımdan danışır. Və ya
Suni intellekt haqqında da məlumatlar. Məsəl üçün Frank Herbert'in yazdığı dövrdə suni intellekt bu qədər inkişaf eləmiş deyillər. Bir də normal gələ bilər, amma o dövrlər suni intellekt bütün insanlığı əlinə alacaq və insanlıq ondan qurtula bilmədiyi üçün bütün suni intellektləri yox edəcək desən o zamanlar. Nə danışdın? Nəzər edirsən falan deyəcəklər. Ki dedilər də. Hətta zamanəsində bu kitab çıxanda dedilər ki, bu zamanənin kitabı deyil də, yəni indi dəyər verilməyəcək. Həqiqətən də çox sonradan dəyər verildi. Belə bizdə sci fiction nədir? Sci-fi. Elm qurğu. Elm qurğu sevərlər varsa aranızda, mütləq oxusun. Ki oxuyublar böyük ehtimalla. Elm qurğu. Oxuyanınız varmı qızlar bu kitabın haqqında oxuyub bəyənən, nə bilim, və yaxud da uşaqları? Düşünürəm ki, bizim yaş kateqoriyasına görə bunu çətin oxuyarıq biz, amma gənclər biraz belə şeylərə maraq sarır deyə uşaqlarımız oxuya bilərlər deyə düşünürəm. Sizin dövrünüzün kitabı. Bizim dövrümüzün kitabı. Neçənci ildə yazılıb kitab? Qoy tam dəqiq deyim mən tarixə baxım. Yəni biz sən nəyə görə deyirəm qaqaş, biraz suni intellekt bizim dövrümüzdə. Hə də məsələ odur, adamın iləri görüşlüyü çox qəribə. Deyil, tərcüməçiyə təşəkkür elə. Tərcüməçi mən sevirəm bu arada, adamın işini çox bəyəndim. Tərcüməçi nədir? Vurğun. Vurğun Maşiyev, yəni adama hal olsun. Tərcümə eləyəndə çox qəlblə. Ad bir qəribə, familiya başqa bir qəribə. Vurğun Maşiyev. Nə? Olsun, amma qəşəng tərcümə eləyib, hal olsun. Komandasına da burada hal olsun. Görməzlər. Kitab neçənci ildə yazılıb? 1965. Onda suni telefon belə yox idi. Var idi. Mobil telefon. Mobil telefon. Belə var idi. Mobil. Ay yox, mobil yox idi. Mobil Suni intellekt nəzər ola bilərdi. Kompüterdə belə çox az var idi, yəni. Kompüter anlayışı var idi, amma çox az, yəni banklarda. Kompüter olsa belə suni intellekt deyə biz əsər yaşa. Yəni suni intellekt demir adına. İmmun suni intellekt demir. Yəni makinalaşmış beyin deyil. Məncə eyni. Adamın bunu öngörmüş olmağa mən belə başa düşdüm ki, kitab 65-də yazılıb 2026-da danışır. Çox mükəmməl bir şəkildə özətlədin. Elə? 2026-da yox, hətta 2086-96. Ona var hələ vaxtım. Çünki onda biz belə başa düşək ki, bu kitabı oxumaqla gələcəkdə olanlardan azdan çoxdan məlumatımız olar. Kəsin. Hətta onu deyim, indidən olur. Misal üçün suni intellekt inkişaf edir. Eyvallah. Amma insanların belə bir dürtüsü də var da, suni intellekti bədənimizə, beynimizə taxaq falan. İndi onun üçün çalışmalar gedir də, nörobilimdə. Adam burada onu deyir ki, biz makinaları özümüzə qoşduq və özümüzü üstün etmək yerinə makinaları özümüzdən daha üstün etdik. İnsan özündən üstün olmayan bir şey, olan bir şey yaratmamalıdır. Kitabdakı narıncı katolik... O zaman dinlərdən də var içində. Var dinlər. Hətta burada Louisville Times qəzetinin dediyi şərhə demək istəyirəm, çox qəşəng şərh edir. Dedi ki, Harvard'in ekologiya, din, siyasət və fəlsəfi mövzuları özündə birləşdirən əsəri elmi fantastikanın ən yüksək və ən əsas nailiyyətlərindən biri olaraq qalacaq. Yəni çox qəşəng deyir. Demək içində elm də var, din də var, dünya da var. Ona görə yazar sevirəm. Tam mənlik bir adamdır çünki. Oxuyalım bakalım. Kızlar gəlmişik bura, təzə Sankremaya gəlmişik. Bura ilk dəfədir gəlirəm. Girək görək menyuları falan nətərdir. Tərifləyirlər. O birisi Sankremanı bilirdim, burama ilk dəfədir gəlirəm. Girək görək nətərdir. Qəşəng sərinlər. Çox qəşəng kofe iyisi gəlir də. Çox belə ləzzətli kofe iyisi gəlir. Xanımlar, mən bu Sankremanı çox bəyəndim. Həm çeşidləri daha çox idi. Yəni düzdür, dondurma çeşidləri yox idi. Ümumiyyətlə dondurma yox idi. Amma şirniyyat çeşidləri çox idi. Salat çeşidləri çox idi. Pizzalar var idi. Yəni içəri də çox qəşəng, belə sərin, təmiz, geniş, huzurlu, işıqlı.
O birisi san kremada elə idi. Moldan biraz aşağıda olan san kremada elə idi. Yaşıl rəngi idi deyə belə işıqlı görsənirdi. Burada onun kimidir. Çox bəyəndim, çox sevdim. Menyularını da, dadını da çox sevdim. Bir dəfə də bura Rəna ilə gələrəm. Rənanı gətirərəm. Rəna da salatı sevir, bir də şirniyyatları sevir. Gələrik şirniyyatla çay içərik, kofe içərik. Qızım da buranı görmüş olar. Mən də ilk dəfədir gəlirdim, amma çox bəyəndim də yəni. Həm aurası qəşəng idi, işçiləri də yaxşı idi, mehriban idilər hamısı. Sənin Mısır torpağından şəhərli yaran var, Allah'ın rəhmət. Məndən başqa Allahların olmaz. Özün üçün heç bir olmaz. Nə yuxarıda səmada və ya aşağıda yerdə. Hələ yerdən aşağı yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmir. Belə şeylərə sərfə olaraq ibadət et. Çünki mən sənin Allahın ilə qısqanc Allahım. Mənə nifrət edən ataların cəzasını 3-4 nəslə qədər övladlarına çəkirəm. Məni sevib əhlərini əmin edənlərini isə illərlə nəslə mənədə götürürəm. Allahın rəhmin artıq boş yerə bilmək olmuşdur. Çünki də öz adını boş yerəsində getmək cəzasını tutmaz. Şənbə günü yaxın saxlayıb təqdis et. 6 gün çalışıb bütün işlərini gör. Lakin 7-ci gün Allahın rəhmin şənbə günü. Bugün sən, oğlun, qızın, qoyun, qarabaşın, heyvanları, yanında qalan yadelli və heç bir iş görməsin. Çünki 6 günlərini rəq göyləri və yeri, dənizi və kainatı hər şey yarattı. 7-ci gün isə istirahət etdi. Bunun üçün və şənbə gününə bərəkət verib onu müqəddəs. Ata-ana hörmət et ki, Allahın rəhməsini verdiyi olanda ömrünü Geldim artık kızlar, evdeyim. Yoldan bir iki tane bir şey almıştım. Diş kokusu almıştım. Bunu yaman təriflədi. Bilmirəm daha. Mən çox tez-tez xarab eləyirəm. Bəlkə də xarab olmur, amma mən dəyişmə ehtiyacı duyuram. Məndən saç boyamı soruşan xanımlar. Burada saç boyama nömrəsi Alex 71. Keçən dəfə bilirsiniz, başqa cürəsini almışdım. Alexlərin təzə çıxanını almışdım, amma bu nömrədəki rəng, ton onda olmadı. Əslində 7-1 idi o da, amma bu ton olmadı. O bundan tünd oldu. Hətta saçım hal-hazırda da oydu. Bilmirəm indi buradan nə dərəcə düşür, amma bundan tündür indi saçım. Bundan tündür. Bunu onsuz da hələ qoymuram. Yəni nə vaxtsa qoyaram deyə girmişkən aldım. Bunu da ki Məhərrəm ayı girməmişdən öncə qoymuşdum, amma yenə də yuduqca açılmır. Kraska özü çox keyfiyyətli kraskadır, onu deyim. Çox qəşəng kraskadır. Bozarma olmur, axma olmur. Yəni saçımdan da gördüyünüz kimi artıq bir aya yaxındır qoymuşam, yenə də bozarma olmayıbdı. Ki mən tez-tez saçımı yuram. Amma bundan keyfiyyətlidir bu saçıma qoyduğum. Amma o ton deyil. Bəlkə bilmirəm, qoyduqca tapa bilərəm o rəngini, amma uğraşmaq istəmirəm də, yəni hər dəfə başımı bir rəng eləmək istəmirəm. Ona görə elə getdim, bildiyimi aldım. Amma bu kraska tez axır, onu da deyim. Misal üçün mənim saçım asvetleniya olunmuşdu, saraldılıb üstündən qoyulmuşdu bu. Məsəl üçün bunu qoyuram, bu rəngi alınır, toşnu bu rəng. Sonra amma yuduqca axır, baxırsan ki, saçda sarılıq gəlir də, yəni saç korişnividən keçir sarılığa doğru. Axır yəni bu. Saçıma görə biraz da kokalar almışam. Bir də liner aldım. Əslində getmişdim, nədir?
Jevin linerini istirdim. Mən həmişə işlətdiyim Jevin linerdir. Ondan çox razıyam. Çartlama, qırılma olmur. Amma satıcı bunu o qədər təriflədi ki, dedi ki, yəni bunu bir dəfə işlət. Xoşlamasan dedi, sevməsən, gələrsən mən sənə Jevin linerini hədiyyə verəcəm. Bunu işlət, bundan razı qalmasan, Faberlikindir bu. Dedi ki, bunu işlət, bundan razı qalmasan, gəl sənə Jevi hədiyyə verəcəm. Mən də güvəndim. Normalda satıcıların sözünə baxmıram, çünki onlar getməyə mallarını tərifləyib önə salırlar. Amma bu yəni tanış adamdır. Ona görə də güvəndim, aldım. İndi işlədim, görüm bu necə çıxacaq. Hətta qoy açım. Suya da dayanıqlıdır dedi. Suda yaxılmır. Düz deyir. Əlimi sulayıb eləyirəm. Yaxılmadan pozulur, amma yaxılmır. Yəni belə normaldır. İndi işlədim, görüm nətərdir. Sərinləsin deyə qızımı da çimizdirdim, saçını da qurutdum, yığdım, daradım. Vlogumu da burada tamamlayım. Gələn izləyən hər kəsə təşəkkür edirəm. Xoş rəyləriniz və like'ınız üçün minnətdaram. Növbəti videolarda, növbəti vloglarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hələlik.